Azərbaycanın su anbarları və kanalları. Deməli, Respublikada su anbarlarının əksəriyyəti suvarma işlərində istifadə olunur. Bu məqsədlə su anbarlarından kanallar çəkilmişdir. Su kanallarının ümumi uzunluğu Respublika üzrə 50.000 kilometrə yaxındır. Suvarılan torpaqların ümumi sahəsi 1,4 milyon hektardan çoxdur. Respublikada çaylarda müxtəlif məqsədlərlə suvarma, məişət, sənaye və balıqçılıqda istifadə olunur. Bəzi çayların üzərində su elektrik stansiyaları tikilmişdir. Həmçinin su idman yarışlarının keçirilməsi üçün müəyyən qurğular quraşdırılmışdır. Misal üçün Mingəçevir su anbarı. Misal üçün Mingəçevir su anbarında belə qurğular quraşdırılmışdır. Sonra davam edək. Azərbaycan ərazisində olan çaylardakı su elektrik stansiyalarından hazırda istehsal edilən enerjinin 1,9 milyard kWh-dir. Yəni, Respublikamızda istehsal olan enerjinin 7%-ni təşkil edir. Lakin bu rəqəmi 16 kW-a qədər artırmaq mümkündür. Ölkənin ən böyük elektrik stansiyaları, ümumiyyətlə, Kür çayı üzərində 4 dənə elektrik stansiyası var. Şəmkir, Mingəçevir, Varvara və Yenikət su elektrik stansiyaları. Tərtər çayı üzərində Sərsəng su anbarı, Tərtər su elektrik stansiyası, Sərsəng su elektrik stansiyası, Araz çayı üzərində Araz su qovşağı su elektrik stansiyası yerləşdirilmişdir. Ən güclü su anbarı Mingəçevir su anbarıdır, elektrik enerji istehsalına görə. Sonra isə Şəmkir su anbarı. Deməli, elektrik enerji istehsalına görə birinci yerdə durdu Mingəçevir, ikinci yerdə Şəmkir. Orta ölçülü su elektrik stansiyalarının tikintisi də ölkənin iqtisadiyyatında mühüm rol oynayır. Orta ölçülü su elektrik stansiyalarına Ordubad rayonu ərazisində Ordubad və Şabran rayonu ərazisində Taxta Körpü su elektrik stansiyalarına misal göstərmək olar. Sonra su elektrik stansiyalarının tikintisi baha başa gəlir. Bu stansiyanın içində ekoloji cəhətdən təmiz olan su mənbələrindən istifadə olunur. Neft-qaz ehtiyatının böyük olmasına baxmayaraq, son illər kiçik su elektrik stansiyalarının tikintisinə start verilmişdir. Bu da mazutun qənaətinə səbəb olmuş. Sel axınlarını nəzarətdə saxlamaq və yeni suvarma sistemlərinin yaradılmasına gətirib çıxarmışdır. Kiçik su elektrik stansiyalarına nümunə kimi Balakən rayonu ərazisində Balakən 1, Göyçay rayonu ərazisində Göyçay 1, İsmailli, Oğuz və Astarada tikilən stansiyaları göstərmək olar. Deməli, kiçik ölçülü stansiyalarımız Balakən 1, Göyçay 1, İsmailli, Oğuz və Astara bizim kiçik ölçülü su elektrik stansiyalarımız oldu. Bundan başqa su anbarları və çaylar balıqçılığın inkişaf etməsinə istifadə olunur. Balıqçılıq sənayesi heyvandarlıq təşkil edir. Və buna görə su anbarlarında balıq fermaları yaradılmışdır ki, balıq fermalarından biri də əslində Qəbələ rayonu ərazisində, baxın Qəbələ rayonu ərazisində tikilmiş belə ferma və bu fermada əsasən alabalıq yetişdirilir. Deməli, balıq ferması hansı ərazimizdə oldu? Qəbələ rayonu ərazisində və alabalıq yetişdirilir. Su anbarlarının tikintisinin mənfi nəticələri vardır. Misal üçün, ətraf ərazi qurun sularının səviyyəsi qalxır, təbiətdə tarazlıq pozulur. Nəticədə quraq ərazidə yerləşən su anbarlarının ətrafında şoranlıq, rütubətlənmə isə bataqlaşmaya baş verir. Rütubətli ərazilərdə isə bataqlaşma baş verir. Mingəçevir su anbarının tikilməsi nəticəsində çayda suyun səviyyəsi aşağı düşmüş, Kür boyunda yerləşən axmaz göllərin çayla əlaqəsi kəsilmişdir. Bu isə axmaz göllərin suyun tərkibinin tədricən şoranlaşmasına səbəb olur. Ümumiyyətlə, su anbarlarının tikintisinin mənfi cəhətləri çoxdur. Misal üçün, su anbarı tikilən zaman çay boyunca yerləşən meşələr suyun altında qalır və yaxud da torpaqlar suyun altında qalır. Yaşayış əraziləri var ki, onlar suyun altında qalır. Eyni zamanda qurun suların səviyyəsi artır və şoranlaşmaya gətirib çıxardır və eyni zamanda rütubətli ərazilər bataqlaşmaya da gətirib çıxarır. Bataqlaşmaya da səbəb olur. Sonra Respublikamızda olan su anbarlarını böyükdən kiçiyə doğru sıralasaq, deməli, ən böyük su anbarımız Mingəçevir su anbarıdır.
demək Mingəçevir birinci yerdə durur. İkinci yerdə Araz su qovşağı, Şəmkir su anbarı, üçüncü yerdə Xanbulançay, deməli Məzədan kənar su anbarıdır bu. Yenikənd, Varvara, Sərsəng, Ceyranbatan, Arpadçay, Milmuğan, Viləş və Aşağı Körpüdür. Bunlar bizim deməli böyükdən kiçiyə doğru su anbarlarıdır. Sonra bu Məzədan kənar su anbarlarına baxaq. Məzədan kənar nə deməkdir? Yəni çay yatağında deyil, çay yatağından kənarda yaradılmış su anbarıdır. Buna misal olaraq Abşeron rayonu ərazisində Ceyranbatan, Şabran rayonu ərazisində Taxta Körpü, Xanbulançay Lənkəran rayonu ərazisində, Göytəpə Cəllabadda, Cavanşir Ağsu rayonu ərazisində, Aşıqbayramlı Yekəxana İsmayıllıda, Noğuşlaq Qəbələdə, Ağdamkənd Ağdamda, Uzunoba, Sirab və Babək isə Uzunoba, Sirab və Nehrəmgöl isə Babəkdə. Bunlara necə xəritə üzərində baxaq. Respublikamızın da yerləşən su anbarları ümumiyyətlə baxaq hamısına. Demək, Kür çayı üzərində 4 dənə su anbarı tikilmişdir. Bu su anbarları kaskad su anbarları hesab olunur. Yəni kaskad deməkdir ki, bir çayın üzərində bir neçə su anbarı tikilmişdir. Qərbdən şərqə doğru getsək, Şəmkir rayonu ərazisində Şəmkir su anbarı, Yenikənd su anbarı Şəmkir rayonu ərazisindədir bu da. Mingəçevir su anbarı Yevlax, Goranboy, Samux, Mingəçevir şəhərləri ərazisində yerləşir. Mingəçevir su anbarı ən böyük su anbarıdır və Varvara, Yevlax rayonu ərazisində yerləşən Varvara su anbarı yerləşir, Kür çayı üzərində yerləşir. Bundan başqa, Kiçik Qafqazın şimal-şərqinə baxsaq, Coğaz və Aksafa-Çay Qazax rayonu ərazisində, Xatınlı Tovuz rayonu ərazisində olan su anbarıdır. Sonra Kiçik Qafqazın cənub-şərqində Tərtərçay üzərində Sərsəng su anbarı və Sərsəng su anbarı, bir su qovşan su anbarı var Ağdərə rayonu ərazisində. Sonra Xaçınçay Ağdam rayonu ərazisindədir. Xaçınçay üzərində Xaçınçay su anbarı. Bir də ki, Məzədan kənar Ağdam kənd var, o da Ağdam rayonu ərazisindədir. Köndələnçay üzərində Köndələnçay su anbarı var. Köndələnçay axın tənzimlənmiş çaydır, Füzuli rayonu ərazisindədir. Sonra burada Böyük Qafqazın su anbarlarına baxaq. Deməli, Dəmiraparançay üzərində Noğuşlaq, əslində Dəmiraparançay üzərində deyil, Dəmiraparançaydan kənardadır. Sol sahilində yerləşir bu. Qəbələ rayonu ərazisində Məzədan kənar su anbarıdır. Aşıqbayramlı Yekəxana İsmayıl rayonu ərazisində deməli Girdimanın sağ sahili və Göyçayın sol sahilində yerləşir bu su anbarları İsmayıl rayonu ərazisində və Məzədan kənar su anbarlarıdır. Məzədan kənar su anbarına Şabranda Taxta Körpü var idi. Sonra Ceyranbatan su anbarı yerləşir Abşeron rayonu ərazisində. Məzədan kənar su anbarıdır. Pirsaat çayı üzərində Hacıqabulda Pirsaat su anbarı yerləşir. Bu hissəyə baxsaq, Lənkəran Astara bölgəsinə, deməli, bu hissədə deməli Bolqarçay su anbarı, Göytəpə su anbarı Cəllabadda Məzədan kənar su anbarıdır. Viləkçay su anbarı, Viləkçayın da axının tənzimlənmiş çayıdır. Viləkçayın üzərində su anbarı var, Viləkçay su anbarı və Lənkərançayın məcrasının kənarında yerləşən Xanbulançay su anbarı yerləşir. Sonra Araz çayının üzərində yerləşən su anbarı. Azərbaycan ərazisində qərbdən şərqə doğru getsək, bu hissədə Xudafərin su anbarı, sonra ondan 12 km şərqdə Qızqalası su anbarı və bu hissədə Baş Milmuğan su qovşağı, bu da Bəhramtəpə su anbarı yerləşir. Naxçıvan rayonu ərazisində yerləşən su anbarlarına baxaq. Araz çayı üzərində Araz su qovşağı yerləşir. Arpadçay üzərində Arpadçay su anbarı yerləşir. Şərur rayonu ərazisindədir. Sonra Babək rayonu ərazisində yerləşən su anbarları Naxçıvan çayı üzərində Heydər Əliyev, Naxçıvan çayının məcrasının kənarda yerləşən Uzunoba, sağ sahildə Uzunoba, sol sahildə Sirab və Nehrəmgöl. Sirab yuxarıda, Nehrəmgöl aşağıdadır. Bunlar isə Naxçıvanda yerləşən
su anbarları olur. Məzədən kənarı olan su anbarlarına bir də baxaq. Abşeronda yerləşən Xanbulan çay məzədən kənardır. Şabranda olan Taxta körpü məzədən kənardır. Qəbələ rayonu ərazisində Noğuşlaq məzədən kənardır. İsmail rayonunda Aşıq Bayramlı və Yekəxana məzədən kənar su anbarlarıdır. Bu hissədə deməli Cəllabadda Göytəpə məzədən kənar su anbarıdır. Baxın bu hissədə. Lənkəranda Xanbulançay məzədən kənar su anbarıdır. Ağdam kənd Ağdam rayonu ərazisində məzədən kənar su anbarıdır. Naxçıvanda isə 3 dənə deməli Uzunoba, Sirab və Nehrəmgöl məzədən kənar su anbarları hesab olunur. Sonra məzədən kənar su anbarlarına baxdıq. Kanallara baxaq. Respublikamızda yerləşən kanallar demək Samur Abşeron kanalı. Deməli, Samur Abşeron ümumiyyətcə kanallar nə üçün çəkilibdir? Kanallar deməli düzənlik ərazilərdə, quraq ərazilərin suvarılması üçün çəkilmişdir bu kanallar və su anbarlarından çəkilmişdir bu kanallar. Suvarma kanallarının deməli müsbət cəhətlərindən ibarətdir ki, ərazilərin suvarılmasına istifadə olunur. Mənfi cəhətlər nədir? Əgər suvarma kanalında beton örtüş yoxdursa, burun sularının səviyyəsinin artmasına və deməli burun sularının səviyyəsinin artmasına və ərazilərin şoranlaşmasına gətirib çıxardır. Respublikamızın ən uzun, deməli Samur Abşeron kanalından başlayaq. Samur Abşeron kanalı ən uzun kanal hesab olunur Respublikamızda və Samur çayından başlayır, Ceyranbatan su anbarına tökülür. Ceyranbatan su anbarını su ilə təmin edir, eyni zamanda Bakı şəhərini su ilə təmin edir Samur Abşeron kanalı. Yuxarı Şirvan kanalı ən çox ərazi suvaran kanaldır, Yuxarı Şirvan kanalı və Mingəçevir su anbarından başlayır, Ağçaya qədər davam edir və Şirvan düzünü suvarır. Yuxarı Qarabağ kanalı ən bol kanaldır. Mingəçevir su anbarından başlayır və Bəhramtəpə su anbarına tökülür. Baxın, bu isə Samur Abşeron kanalı, Samur çayından başlayır və Ceyranbatan su anbarına tökülür. Yuxarı Şirvan kanalı Mingəçevir su anbarından başlayır və bu hissədə Ağçaya qədər davam edir. Kürdəmir, Ağdaş, Zərdab kimi rayonların ərazilərini suvarır. Yuxarı Qarabağ kanalı ən bol kanal hesab olunur. Mingəçevir su anbarından başlayır və Bəhramtəpə su anbarına tökülür. Ən çox ərazini suvaran kanaldır. Qarabağ düzünü suvarır. Sonra bundan başqa digər kanallarımız Baş Mil kanalı. Burada Mil Muğan su qovşağından başlayır və Mil və Qarabağ düzlərini suvarır. Sonra Bəhramtəpə su anbarından başlayan Baş Muğan kanalı və Əzbayov kanalı hər ikisi Muğan düzünü suvarır. Bunlar isə bizim suvarma kanallarımız. Sonra kollektorlara baxaq. Kollektor qurun sularının səviyyəsini aşağı salmaq üçün qazılan kanallar və yaxud da hidrotexnik qurğulardır. Drenajlar yeraltı sularının kollektora axıtmaq üçün çəkilən nisbətən kiçik hidrotexnik qurğulardır. Yəni qurun sularını kollektora axıtmaq üçün drenajlardan istifadə edilir. Drenajlar nisbətən kiçik kanallardır. Kollektorlar isə böyük kanallardır. Kür və Araz ovalından keçən Baş Şirvan, Baş Mil Qarabağ, Baş Mil Muğan kollektorları vasitəsilə minerallaşmış qurun suları Xəzər dənizinə axıdılır. Ölkəmizdə kollektor və drenaj şəbəkəsinin təkmilləşdirilməsinə və genişləndirilməsinə böyük ehtiyac var. Kür Araz ovalığında qurun suları 1-5 metr dərinlikdə yerləşir. Biz bilirik ki, Kür Araz ovalı Cənubi Qafqazda ən böyük arteziyan hövzəsidir və ona görə qurun sularının səviyyəsi 1-5 metr dərinlikdə yerləşir. Bu sular yüksək dərəcədə minerallaşmış olduğundan istifadə üçün yararsızdır. Beton örtüşü tikilən suvarma kanalları və su anbarlarına sızan sular ovalın yüksək ərazilərinə toplanaraq qurun sularının səviyyəsinə qalxmasına, şoranlıq və bataqlıqların yaranmasına səbəb olur. Beton örtüsü, ümumiyyətlə bu bayaq dediyim kimi beton örtüsü tikilən suvarma kanalları deməli qurun sularının səviyyəsinin qalxmasına, şoranlıq və bataqlıqların yaranmasına səbəb olur. Suvarmanın düzgün aparılmaması da bu proseslər gücləndirir. Şoranlaşmanın qarşısını almaq üçün düzən ərazilərdə kollektor drenaj şəbəkəsi qurulmuşdur. Sonra burada nə var? Bu isə demək
Bu deməli birinci baş Şirvan kollektorudur bu. Xəzər dənizinə axıdılır. Baş Mil Qarabağ kollektoru, baxın baş Mil Qarabağ kollektoru bu isə baş Mil Muvan kollektorudur. Xəzər dənizinə axıdılır.